Nömrə 81. 28 nəfərdən ibarət qrupun fizika fənnindən imtahan nəticələri diaqramda verilmişdir. Təsadüfi seçilmiş iki tələbədən birinin A, digərinin Y qiymət alması hadisəsinin ehtimalını tapın. Mümkün halların sayı N 28'den 2'dir. 28'den 2 deyilir 378. Bu bütün mümkün halların sayı. Əlverişli halların sayı nə qədər olacaq? Əlverişli hal burada nədir? Biri A qiymət alsın, digəri Y qiymət. A qiymət alanlar 5 nəfərdir. 5 nəfərin içindən bir nəfəri 5 üsulla seçə bilərik. Y qiymət alan da 5 nəfərdir. Onların da içindən bir nəfəri 5 üsulla seçə bilərik. Onda vurma prinsipinə görə əlverişli halların sayı 5 vur 5, 25 olur. Onda axtarılan hadisənin ehtimalı olur 378'e 25. Beyefendi. 82. Çevrə üzərində 6 nöqtə qeyd edilmişdir. Təpə nöqtələri çevrə üzərində qeyd edilən bu nöqtələr olmaqla çəkilən çoxbucaqlar arasından təsadüfə seçilmiş birinin dördbucaqlı olması hadisəsinin ehtimalını tapın. Neçə də çoxbucaqlı çəkmək olar? Əvvəlcə üçbucaqların sayını tapaq. Üçbucaqların sayı olar 6'dan, kombinizon 6'dan 3. Dördbucaqların sayı kombinizon 6'dan 4. Beşbucaqların sayı kombinizon 6'dan 5. Altıbucaqların sayı kombinizon 6'dan 6. Bu da bərabərdir. Biraz sadələşdirək. Kombinizon 6'dan 3. Kombinizon 6'dan 2. Kombinizon 6'dan 1. Kombinizon 6'dan 0. Yani 6'dan 6 qalsın. 6'dan 3 eləyir. 6 vur 5 vur 4 böl 6. 6'dan 2 eləyir. 6 vur 5 böl 2. 6'dan 1. 6, 6'dan 6'da 1. 20, üstə gəl 15, üstə gəl 7. 42. 42 üsul bu. Bütün çoxbucaqlar 42 dənədir. Dördbucaqlar isə altıdan 4, yəni 6'dan 2. Bu da bərabərdir. 6 vur 5 bölü 2, 15 dənədir. Onda axtarılan hadisənin ehtimalı 42'dən 15 olur. 3'ə ixtisar gedir. 3'ə böləndə 10, 4. 14'də 5. B. Nömrə deməli 83. A çoxluğunun 2 elementli A çoxluqları arasından təsadüfən seçilmiş birinin elementləri cəminin A çoxluğunun hər hansı bir elementindən 2 dəfə böyük olması hadisəsinin ehtimalını tapın. Deməli, mən mümkün olan halları yazdım. 6 dənə elementi içində 2 dənə elementi olan A çoxluqları 15 üsulla seçə bilərik. Onları yazmışam bura özüm görünsün deyə. Qara uçuyla yazmışam. Sonra bu götürülmüş 15 dənənin içindən toplayanda cüt alınanları da yazmışam. O çoxluqları da yazmışam. 6 da elə çoxluq var. A çoxluğunun hər hansı elementindən 2 dəfə böyükdür. Onlar qeyd olunmadı. 6 dənə bu da ehtimal eləyir 15'də 6. Bunları yazmasaydı orada olardı. Yazmasaydı o nətər yəni? N bərabər yazardıq 6 elementdən 2. N-a bərabərdir 6 elementdən x-ini seçəndə 6 elementdən x-ini seçəndə cüt nə vaxt alınır o cüt?
Cüt o vaxt alınır ki, ikiyə bölünməsi üçün gərək elementlərin cəmi cüt olsun da. Ona görə ya ikisi də tək olmalı, ya ikisi də cüt. Tək elementləri 1, 3, 5-dən seçəcəyik. 3 elementdən x-in. Burada 3 elementdən x-in götürüb alt çoxluq kimi götürsək, onları toplayanda cüt eləyəcək. 3-dən 2. 3'ü də cütdür burada. 2, 4, 6. Bunların da 3'dən 2 üsulundan seçə bilərik. 2 də cüt element toplayanda cüt eləyəcək onları da. Bu eləyir 3 plus 3. 6 dəyər də bu 55'li haldır. 6'dan 2 də eləyir 15. Ehtimal da eləyir. Deməli 15'də 6. Bu da ixtisar gedir eləyir 5'də 2. Yəni belə də yaza bilərdik o halları göstərməməklə. 84. 2 zər atanda mümkün halların sayı olur 6 vur 6, 36. Düşən halın biri 3. Digəri sadə ədəd və cəmin cüt. Biri 3, biri nağd 3 düşdü. İkinci nə düşməlidir onda? Digəri sadə ədəd və cəmin cüt. Sadə ədəd 2 düşə bilməz. 3 düşməlidir. 5 düşməlidir. Birincidə 3, ikincidə 3. Birincidə 3, ikincidə 5. Və yaxud ikincidə 3 düşəndə o yazmış o birincidə 5, ikincidə 3. Deməli ena onda eləyir 3'də. Deməli onda hadisənin ehtimalı bərabər olur. 36'da 3'ə, bu deyilir 12'də 1. Cavab C. Arxasında A verib, nəsə yoxladım, mənə belə alındı. 85. Radius üzeri olan çevrəyə aid olan və aid olmayan nöqtələr göstərmişdir. Təsadüfi seçilmiş iki nöqtənin çevrənin mərkəzindən məsafəsinin R-dən böyük olması hadisəsinin ehtimalını tap. Cəmi neçə nöqtədir burada? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənədir. 8 dənədən 2 dənəsini seçə bilərik. 8-dən 2 üsuluna. 8 vur 7 bölü 2. 28 üsuluna. Təsadüfi seçmiş iki nöqtənin çevrənin mərkəzindən məsafəsi R-dən böyük. Onda çevrədən xaricdə olmalıdır həmin nöqtə. 3 dəyərdir. Onda əlverişli hal olur kombinezon 3'dən 2. Bu deyilir 3. Bu hadisənin ehtimalı olar 28'də 3. C bəndi. Həştəd altı. 2 zər və 1 dəmir pulu eyni zamanda atılır. Onda n bərabərdir. Hər zərin 600'ü var. Dəmir pulunda hərəsinin 200'ü var. 36, 4. 144 üsuluna düşə bilər. Zərlərin hər ikisində cüt ədədin cüt ədəd 2, 4, 6'dır da cüt ədəd. 2, 4, 6, 3 dənə cüt ədəd var. 2, 4, 6, 3 üsul. 3 birincidə, 3 də ikincisində. Dəmir pulların isə hər ikisində xərtə. Hər ikisində xərtə. Bunda da xərtə, bunda da xərtə. Xərtə üz bidətdə 1 vur 1. Bu deyilir 9.
Əlverişli hal oldu 9. PA bərabərdir 144 9 16'da 1. B bəndi. 87. A çoxlu elementləri arasından təsadüfən seçilmiş ikisinin cəminin 8'e bərabər olması ehtimalını tapın. Təsadüfən seçilmiş ikisinin cəmi. Deməli, 6 elementdən ikisini seçirik 15 sonuna. Cəmi 8'e bərabər olanlar hansılardır? 2, 6, 3, 5, ve sonra əlverişli hal 2'deydi. İhtimal olunurlar 15'te 2. A bəndi. Hər birinin 5 seçim bəndi olan 20 hissən, hər birinə təsadüf olaraq cavab yazan Həsənin bütün tapşırıqlara eyni cavab seçməsi hadisəsinin ehtimalını tapın. Nömrə 88. Deməli, hər testdə 5 seçim var. 20 test olduğu üçün Həsənin təsadüfi cavab yazmasının ümumi mümkün variantlarının sayı 520 olur. Hərəsində 5 cavab yaza bilər də. Həsənin bütün 20 testdə eyni cavab. Hadisə nəydən ibarət? Hadisə ondan ibarətdir. Həsən bütün 20 testdə eyni cavab versin. Eyni cavab seçsin. Məsələn, hamısında A, ya hamısında B və s. Belə hallar 5 dənədir. Məsələn, hamısına B, hamısına A, hamısına B, hamısına C, hamısına D, hamısına E 5 dənədir. Deməli, uyğun halların sayı 5'dədir. İhtimal onda 5 böl 520 olur. Bu da bərabərdir 500-19. D bəndi. 89. 10 elementi olan çoxluğun alt çoxluqları arasından təsadüfi olaraq seçilmiş bir çoxluğun 3 elementli alt çoxluq olması hadisəsinin ehtimalını tapın. 10 elementi olan çoxluğun alt çoxluqlarının sayı 210 dənə olur. Eyni bərabərdir 210. 3 elementli alt çoxluqları isə əlverişlidir. Onların sayına aid olacaq. 10'dan 3. Kombinasyon. 10 vur 9 vur 8. 1 vur 2 vur 3. 120. de 15 vur 2 3'tü. Onda ihtimal bərabərdir. 15 vur 2 3 böl 210. Bölür 207 15. 128'e 15. İyi bende. Doksan. En sayıda mürəkkəb və M sayda sadə ədəddən ibarət
çoxluğun alt çoxluları arasında təsadüfi olaraq seçilmiş bir çoxluğun bütün elementlərinin sadə olması hadisəsinin ehtimalını tap. Deməli, n plus m sayda elementi olan çoxluğun alt çoxluqların sayı 2 n plus m'dir. Boş çoxluğu da nəzərdə tutulur burada. Bir təsadüf olaraq seçilmiş bir çoxluğun bütün elementlərin sadə ədəd olması hadisəsinin ehtimalı. Onda n-a bərabərdir əlverişli. M dənə sadə ədəd var. Sadə ədədlərdən alt çoxluq 2 m sayda düzələr. M dənə sadə ədəddən 2 m sayda alt çoxluq düzəlir. Burada boş çoxluq da gedir. Boş çoxluğun elementi olmadığından o bir dənə buradan çıxaq. Çünki deyir elementləri hamısı sadə ədəd olsun. Onda əlverişli hallar oldu 2 minus 1 dənə. Tələb olunan ehtimal olacaq 2 minus 1 bölünsün 2 n plus m. D bəndi. Kassaya parol təyin edən Həsən parolu unuttuğundan sonra parolun yalnız 4 müxtəlif tək rəqəmdən ibarət olduğunu xatırlayır. Təsadüfi olaraq yazılan 4 rəqəmdən ibarət ardıcıllığın doğru parol olması hadisəsinin ehtimalını tap. Dört dənə rəqəmdən 4 faktorial sayda nizam düzəltmək olar. Bu deyilir 24 dənə. Əlverişli halı isə bir dənədir. Bir də doğru cavabdır. Bunda PA bərabər olar 24'də 1. Bir yere bakalım. Burada məsələ başqa cürdür. Tək rəqəmlər 5 dənədir. 4 dənə dönülmüş. 1, 3, 5, 7, 9. Onda n bərabərdir. Permutasiya 5'dən 4. Çünki burada məsəl üçün 1357 başqadır. 3157 də başqadır. Burada nizamlı çoxluqdur, ədəddir bunlar. Bu da bərabərdir. 5 vur 4 vur 3 vur 2. 120 mümkün haldır. Doğru da bunun biridir ancaq. Əlverişli hal bir dədir. PA bərabərdir 120'də 1. B bəndi. Diaqramda sentyabr ayı üçün 5 günlük temperatur göstəricisi gecə və gündüz verilmişdir. Gündüz üçün göstərilən 5 gündə orta temperaturu hesablayın. 92 ilə 93'də uyğun temperatura toplayıb 5'ə böldük. Orta temperaturu tapdıq. 94'də medianı soruşur. Medianı tapanda artan sırada ədədləri götürürlər kiçikdən böyüyə. Deməli burada 2 dənə 4000, 45.000 var 2 dənə. İki də 45.000'dən sonra 50.000 gəlir. 5 ədəddir də ortadakı elə olur 50.000 median mıdır? 50.000'dən sonra bir də 70.000. Bir də 73.000. Ədədləri artan sırayla düzlükdə, əgər ədədlərin sayı tək saydadırsa, ortadakı ədəd mediandır. Cavab 50.000. Natural ədədləri artan sırayla düzülmüşdür, nömrə 95'də. Bu sıranın medianı 14 olarsa,
1, 2, 3, 4, 5, 6, 7, 8. 8 ədəddir. Cüt dənədir. Cüt saydadır. Onda ortadaki x'inin ədədi ortası, yəni x plus y bölü 2. Median 14'tür. Bu 14'tür. X vur y hasının en büyük kıymetini tapın. Buradan x plus y oldu 7. X ile y müsbət ədəddir. İki müsbət ədədin ədədi ortası həndəsi ortasından böyük bərabər olur. Bərabəri də o vaxt ödənir ki, bu toplamlar birbirine bərabər olsun. X plus y bölü 2'ni də 14 verib. Deməli 14 böyük bərabərdir kök altı eksi y-də. X y kiçik bərabərdir 196'dan. Deməli x y hasının en büyük qiyməti oldu 196. Kutuda eyni ölçülü 3 ağ, 4 qara, 5 yaşıl kürəcik var. Təsadüfən çıxarılmış 3 kürəciyin üçünün də ağ veya üçünün də yaşıl olması hadisəsinin ehtimalını tapın. Deməli kutuda onda cəmi 3, 4, 5. 12 kürəcik var. 3 kürəcik 12'lərdən 12 vur 11 vur 10 1 vur 2 vur 3 220 sondan çıxarıla bilər. Təsadüfən seçilmiş 3 kürəciyin üçünün də ağ. Üçünün də ağ veya üçünün də yaşıl olması. NA bərabərdir. 3 ağın içindən 3 tane ağı bir sondan çıxarda bilərik. Veya deyəndə toplamaq lazımdır. 5 yaşıl kürəciyin içindən 3 tane yaşılı 5'ten 3 sondan. Bu da 10 eləyir. 11. Onda axtarılan ehtimal 222'de 11. 11'e ixtisar gedir. 20'de 1. Onluq keçirən yaza bilərik. 0,5 olur. %97. Sinifdəki şagirdlərin 8'i qızdır. Təsadüfi seçilmiş bir şagirdin olması hadisəsinin ehtimalı 4'te 3'dür. Sinifdə neçə şagird var? Tutaq ki, sinifdə x şagird var. Oğlan olması hadisəsinin ehtimalı onda olacaq x-sa x çıx 8. Oğlanların sayı x çıx 8 olur da x şagird var. Bu da bərabərdir 4'te 3'e. 4x minus 32 bərabərdir 3x. X bərabərdir 32. Sinifdə deməli 32 şagird var. Kutuda M sayda ağ, N sayda qara kürəcik var. Kutudan təsadüfən çıxarılan bir kürəciyin qara olması hadisəsinin ehtimalı 0,7 olarsa, M hasının ən kiçik qiymətini tapın. Kutuda cəmi M plus N sayda kürəcik var. Təsadüfən çıxarılan bir kürəcik M plus N'də olar. M plus N sayda. Qara olması hadisəsinin ehtimalı. Qara olması hadisəsinin ehtimalı M plus N'də N'dir. Bərabərdir 10'da 7. 10n bərabərdir 7n plus 7n. Üçün 7.
Mn hasilinin ən kiçik olması üçün m-lə n vurğuları özü ən kiçik olmalıdır. Sağ tərəf 7'ye bölünür, onda sol da 7'ye bölünməlidir. O üçün n'in ən kiçik qiyməti 7'dir. N 7 olanda m-də 3 olur. Onda m vurun 21 olur. ...99. Kutuda m sayıda sarı, n sayıda kırmızı küreciği var. Kutudan tesadüfen çıkarılan bir küreciğin sarı olması hadisesinin ihtimali m plus n'de m'dir. Beraber de onda 3. M'in natural ədəddir. M'in hasilinin ən kiçik olması üçün m'dən n ən kiçik olmalıdır. Buradan n 7 eləyir. Sol 7'ye bölünür, sağ da 7'ye bölməsin. N'dən kiçik qiyməti 7'dir. M onda 3 olar. M'in hasili də 7 vur 3, 21 olar. Sütunlu diaqramda tələbələrin riyaziyyat imtahanında topladığı ballara tələbələrin sayı arasındakı əlaqə göstərilmişdir. Ballar üzrə moda nəyə bərabərdir? Tələbə sayı, bal. 5 nəfər 64 bal. 4 nəfər 96 bal. Bu qaydayla davam edir. Ballar üzrə moda. En çok toplanan bal da yani. En çok toplanan bal. Deməli, neçə dənə tələbə var burada? 1, 4, 5, 8, 12, 15, 10, 20, 30, 45 tələbədir. 45 tələbədir. En çok tekrarlanan bal 84'tü de görünür de burada. Bunlar topluma ihtiyacı yok idi. Moda 84 baldı. 15 tələbə 84 bal toplayayım. En çok tekrarlanan moda deyirlər də. Heç buna ihtiyacı yoktu. Cevap 84. 101. Sütunlu diaqramda tələbələrin riyaziyyat imtahanında topladığı ballara tələbələrin sayı arasındakı əlaqə göstərmiş. Ballar üzrə moda nəyə bərabər? En yüksəkdə olan 15 nəfər tələbə 80 bal toplayıb. Deməli 80 burada modadır. En çox təkrarlanan baldır. Gülgər bir günə 3 ədəd, onun köməkçisi 2 ədəd sütun hazırlaya bilər. Onlar eyni məhsuldarlıqla cəmi 75 ədəd üsul hazırladılar. Təsadüfi seçilmiş bir üsulun usta tərəfindən hazırlanması hadisəsinin ehtimalını tapın. Deməli, bir gündə usta və köməkçisi 3-1-3-2, 5 üsul hazırlayırlar. 5 üsul bir gündə. Cəmi 75 üsula 15 gün vaxt lazımdır. Yəni, bunlar 15 gün işləyiblər, tapşırıq qutarıblar. Usta 15 gündə, bir gündə 3 ədəddirsə, 15 gündə usta 45 üsul hazırlayır. Bir üsulun usta tərəfindən hazırlanması. Deməli, 75 dənə cəmidir, 75-də 45. 15'e ixtisar geçsə,
5'te 3. 0.6. 103. Dülgər bir gündə 3 ədəd, köməkçisi 2 ədəd. Deməli, ikisinə bir gündə 5 ədəd. 5 stul bir gündə. 75 ədəd stula 15 gün vaxt sərf olunur. Ustanın köməkçisi həmin 15 günə bir gündə 2 stul hazırladığından 30 stul hazırlayır. Ustanın köməkçisinin hazırlamasının ehtimalı 75'te 30, 15'e böləndə 5'te 2, bu deyilir 0.4. İki atıcı bir-birinə asılı olmayaraq hədəfə atəş açır. Birinci atıcının hədəfi vurma ehtimalı 0.8, ikinci atıcının hədəfi vurma ehtimalı 0.7 olarsa, atıcılardan heç olmasa birinin hədəfi vurma hadisəsinin ehtimalını tapın. Belə məsələlər üçün düstur bu cürdür. İki hadisəsinin birləşməsinin ehtimalı asıl olmayan hadisələr üçün. Bərabərdir olan ehtimalların cəmi çıxılsın ehtimalların hasili. Bunda tələb olunan ehtimal bərabərdir. Cevap verir 0.94. İki atıcı bir-birine asılı olmayaraq hədəfə atəş açır. Birinci atıcının hədəfi vurma ehtimalı 0.6, ikincinin hədəfi vurma ehtimalı 0.9, atıcılardan hər ikisinin hədəfi vurma hadisəsinin ehtimalı atıcılardan heç birinin atıcılardan hər ikisinin hədəfi vurma hadisəsinin ehtimalını tapın. Burada deyir atıcılardan hər ikisinin hədəfi vurma. Hər ikisi vurmalıdır ondan. Hər ikisinin hədəfi vurma hadisəsinin ehtimalı üçün düstur başqa cürdür. Bərabər olur PA vurulsun PB. İki hadisənin ikisi də baş verməlidir. 0.4 vurulsun 0.8. 0.132. 0.6 vur 0.9. Başkası götürdü burada. 0.6 vur 0.9. 0.154. %106. İki atıcı bir-birine asılı olmayaraq hədəfə atəş açır. Birinci atıcının hədəfə vurma ehtimalı 0.4, ikinci atıcının hədəf vurma ehtimalı 0.8 olarsa, atıcılardan heç birini hədəfə vura bilməməsi hadisəsinin ehtimalını tap. Onda belə eləyək də, hər ikisini vurma ehtimalını tapaq.
heç birini hədəfə vura bilməmsən. Birinci atıcının hədəfi vurması ehtimalı 0.4-dürsə, ondan vura bilməməsinin ehtimalı olacaq 1 çıxmaq 0.4, yəni 0.6. İkincinin hədəfi vura bilməməsinin ehtimalı 1 çıx 0.8, bu deyilir 0.2. Onda hər ikisinin heç birinin hədəfi vura bilməməsinin ehtimalı bərabər olacaq 0.6 vur 0.2, bu deyiləcək 1.2. 0.112. İki atıcı bir-birindən asılı olmayaraq hədəfə atəş açır. Birinci atıcının hədəfi vurma ehtimalı 0.3. İkinci atıcının hədəfi vurma ehtimalı isə 0.7'dir. Atıcılardan birincinin hədəfi vurması və ikinci hədəfi vurmaması hadisəsinin ehtimalını tapın. İkincinin vurmaması hadisəsinin ehtimalı 1 çıx 0.7, 0.3 eləyir. Birinci vursun, ikinci vurmasın. P.A. vurulsun, B.B'nin inkarı. 0.3 vur 0.3. 0.9. 108. 6 belə bir natural ədədləri artan sayılar düzülür. Neçə ədəd? 4, 5, 6, 7, 8, 9, 10 dənə. Bu sıranın medianı 11. Median burada x plus y bölü 2'dir. Cüt sayıda olduğuna göre ortadaki x'in ədədi ortası. X, y xasının en büyük qiymətini tapın. Ədədi həndəsi orta haqqında xassəyə görə x, y həmişə kiçik bərabər olur. İki müsbət ədədin həndəsi ortası ədədi ortasından kiçik bərabər olur. Bərabəri ilə toplamlar birbirine bərabər olanda alınır. Onda buradan x, y kiçik bərabər olur 11'den. Bunda kvadrata qaldırsa x, y kiçik bərabərdir 121'den. En büyük qiymət olur deməli 121. %9. Aysel'in 17 bədii 18 elmi kitabı var. O kitabların 10'unu sattıktan sonra deməli 17, 18, 35 kitap eləyir. 35'ten 10'un sattı, 25 tane aldı. Kitaplar arasında tesadüfi bir kitap seçti. 25 kitabın içinden birini seçim. 25 sundan olar bu. Bu kitabın elmi kitap olması açısından ihtimali 5'te 2'dir. Elmi kitap olması. Elmi kitap neçədə neydi? 18 elmi kitap var idi. 10 dənə satıb, tutaq ki, satılan kitapların arasından x tane elmi kitap var imiş. 18 minus x tane elmi kitap kalır. 110. Məktəbdəki 100 şagirddən 75'i riyaziyyat, 60'ı tarix fənnindən, 55'i hər ikisində əlavə məşğələlərə iştirak edir. Təsadüfən seçilmiş bir şagirdin əlavə məşğələdə iştirak etməsi hadisəsinin ehtimalını tapın. Deməli 100 şagird var.
Bu 100. 75'i riyaziyyat. 60'ı tarix. 55'i hərc fənlər. Yerdə qalanlar isə heç bir əlavə məşğələyə getmir. İndi məşğələyə gedənlər, ancaq riyaziyyata gedənlərin sayını tapaq. Ancaq riyaziyyata gedən 75-dən çıxırıq 55-i. 20 nəfər ancaq riyaziyyata gedir. Ancaq tarixə gedənlərin sayı 60-dan çıxaq 5-i, 55-i. 5 nəfər ancaq tarixə gedir. Deməli, onda məşğələyə gedənlər. Deməli, 20 nəfər ancaq riyaziyyata, 5 nəfər ancaq tarixə, 55 nəfər də hər ikisinə. 80 nəfər məşğələyə gedir onda. Deyir, təsadüfən seçilmiş bir şagirdin əlavə məşğələdə iştirak etməsi hadisəsinin ehtimalıdır. Onda həmin hadisə A olsa, onun ehtimalı %80 olar. Bu deyilər 0.8. 111. Məktəbdəki 100 şagirddə 75-i riyaziyyata, 60 fənni tarixə, 55-i hər iki fəndə. Ancaq riyaziyyata gedənlərin sayı 20 nəfər. Ancaq tarixə gedənlərin sayı 5 nəfər. 25. Məşğələyə gedənlərin sayı 20, 55, 5, 80 nəfər. Təsadüfən seçilmiş bir şagirdin əlavə məşğələdə iştirak etməməsi. Onda məşğələyə getməyənlərin sayı 100-dən çıxırıq 80-ı, 20 nəfər məşğələyə getmir. 20 nəfər məşğələyə getmir. Onda məşğələyə getməməsi hadisəsinin ehtimalı %20. Bu deyilir 10-2. Məktəbdəki 100 şagirddən 75-i riyaziyyat, 60-ı tarix fənni əlavə məşğələləri, onlardan 55-i hər iki məşğələdə iştirak edir. Təsadüfən seçilmiş bir şagirdin əlavə məşğələdə iştirak etmir. Tutaq ki, əvvəlcə birinci torbadan x dənə qırmızı götürmüş. Cəmi 4 də götürdüyümüzə görə onda 4 minus x da sarı götürmüşük. İkisindən cəmi 4 də götürmüşük. Birinci torbadan cəmi 4 də götürmüşük. İkisi qırmızı olubsa 4 minus x sarı olub. 6 sarı var idi birinci torbada. Onda sarıların sayı oldu 6 çıxmaq 4 minus x. Bu deyil 2 plus x də sarı oldu birinci torbada. İkinci torbada nə qədər sarı? İkinci torbada 5 də sarı var idi. Üstə gələk 4 minus x sarı. 9 minus x də sarı oldu. Birinci torbada 10 dənə daş var idi. Onda sarı olma ehtimalı onda 2 plus x eləyir. Kürəcik.
İkincidə deməli 12 də kürəcik oldu. 4 də əlavə eləmişik. 8 də var idi. Sarı olması ehtimalı oldu 9/8. Tənasibi həll eləyək. 24 minus 12x bərabərdir 90 minus 9x. Bu 9x yox 10x. 22x bərabərdir 66, x eləyir 3. Cavab 3. Deməli, birinci torbada sarı 7-də, qırmızı 8, 15 kürəcik var. İkinci torbada sarı 11-də, qırmızı 4-də. Burada da 15-də kürəcik var. Sarı, qırmızı. Nə deyir indi bizə? Birinci torbadan təsadüfən 5 kürəcik götürülüb birincidən. 15-dən 5 çıxdı, 10 kürəcik qaldı. İkinci torbaya qoyulub. İkinci torbada 20 kürəcik oldu. Çıxarılan hər iki kürəciyin sarı olma hadisəsinin ehtimalları bərabər olarsa, əvvəlcə birinci torbadan götürülən 5 kürəcikdən neçəsi qırmızı olub? İkisi qırmızı olubsa, 5 minus ikisi sarı olar. Birincidə 7 sarı var idi. Bundan 5 minus x'i çıxaq. Sarı qaldı burada 2 plus x'ə. İkincidə sarı 11'də idi. İkincinin üstünə 5 minus x'ə sarı əlavə olundu. 16 minus x'ə sarı oldu ikincidə. Birincidə 10 kürəcik var. Sarı olma hadisəsinin ehtimalı 10'da 2 plus x eləyir. İkincidə 20 kürəcik var. Sarı olma hadisəsi 10 minus 16 minus x. 20'də 16 minus x eləyir. 40 plus 20x 160 minus 10x. 30x bərabərdir 120x bərabərdir 4. Cavab 4. %114. 3 oğlan və 2 qız təsadüfi olaraq bir sıraya düzüldükdə bütün oğlanların yan-yana durma hadisəsinin ehtimalı tapılır. 3 oğlan, 2 qız, 5 nəfərdirlər. 5 nəfər yan-yana düzülə bilər 5 faktorial üsulla. Yəni 120 üsulla. Amma deyir, oğlanlar yanaşı olsun. Bütün oğlanlar, yəni 3 oğlana bir oğlan kimi baxsıq, onda cəmi burada 3 nəfər olar. 3 oğlana bir nəfər kimi baxır, 2 dənə qız eləyir 3 nəfər. 3 nəfər 3 faktorial üsulla düzülə bilər. 3 dənə də oğlan öz aralarında yerləşir, 3 faktorial üsulundan dəyişə bilər. Bu deyilir 36. Onda ehtimal 120'də 36. 6'ya ixtisar gedər. 12'ye də bölünər. Onda 3. %115. Dərnəkdə 4 oğlan və 2 qız var. 6 nəfər var. Təsadüfi seçilən nəfərdən seçilən 3 nəfərdən. İkisinin də oğlan və birinin qız olma hadisəsinin ehtimalıdır. Deməli, 6 nəfərdən 3 nəfər təsadüfən seçilir.
6 vur 5 vur 4. 1 vur 2 vur 3. 20 üsulundan seçilə bilər bunlar. İkisinin oğlan və birinin qız. 2 oğlanı 4 oğlanın içindən kombinizon 4-dən 2 üsuluna. Birinin qız. Bir də qızı da 2 qızın içində 2-dən 1 üsulundan seçirik. 6 vur 2. Benim bu içində 12 üsul mümkündür. Bunda hadisənin ehtimalı 20'də 12. 4'ə ixtisar gedir 5'də 3. Bu deyilir 0.6. %116. Rəhmanın da aralarında olduğu 5 nəfərdən təsadüfən seçilən 3 nəfərin arasında Rəhmanın olması ehtimalını tapın. Rəhmanın da aralarında olduğu 5 nəfərdən təsadüfi seçilən 3 nəfərin arasında Rəhmanın olması hadisəsinin ehtimalını tapın. Deməli, n bərabərdir. Kombinizon 5'dən 3. 5'dən 3'ünü seçirik. 5 vur 4 vur 3. Vur 3. Bu 10 nəfər. Sonra 3 nəfərdən biri Rəhmandır. Onda 2 nəfəri biz seçməliyik də. 5 nəfərdən 1 nəfər Rəhman qoyuldu. Bura qalır 4 nəfər. 4 nəfərdən 2 nəfəri seçərik. 4'dən 2 üsuluna. Bu deyilir 6. Onda bu hadisənin ehtimalı eləyər 10'da 6. Bərabərliyin tam həllər çoxluğundan təsadüfən seçilmiş bir ədədin mənfi ədəd olmaması. Hadisəsinin ehtimalını tapın. Surətin sıfırları eləyir 3-dən mənfi 5. Kiçik bərabərdir 0. İntervallar metodunu tapaq. Tətbiq edək. Üçdən sağda 4 verəndə müsbət olur. Mənfi 5'dən 3 arasında 1 götürəndə mənfi olur. Mənfi 5'dən solda mənfi 6 götürsük. Mənfi 6 götürsük. Müsbət olur. Mənfilər düşdü, x daxil oldu. Mənfi 5, 3. Mənfi olmaması. Mənfi olmayanlar hansılardır burada? 0, 1, 2, 3, 4 də mənfi olmayan ədəd var. Cəmi neçə ədəddir burada ümumiyyətlə? Cəmi 3'dən çıxacaq mənfi 5, 8 ədəd var. 8'də tam ədəd var. Onda 8'də 4. Yəni 0.5 olma ehtimal. 117. 55'i hal 4'də oldu. 118. Kvadrat tənliklərdən təsadüfən seçilmiş x'inin həqiqi kökün olmaması hadisəsinin ehtimalı. 1, 2, 3, 4, 5 dənə tənlikdir. 5 dənə tənlikdən x'ini seçə bilərik. 5'dən 2 üsulla. Yəni 10 üsulla.
Deyir, bunların hansının həlli yoxdur. Kvadrat tənliklərdə diskriminantına baxaq. Birinci tənliyin diskriminantı D-si 36/16 müsbət kökü var. İkinci tənliyin də diskriminantı müsbətdir. Kökü var. Yox, ikinci tənlik başqa tənlikdir burada. Baxın belə. X kvadrat çıx 4x plus 6. Bunun diskriminantı mənfidir. Bunun kökü yoxdur. Üçüncü. Bunun da diskriminantı mənfidir. Bunun da kökü yoxdur. Dördüncü. Bunun diskriminantı müsbətdir. Kökü var. Bunun da diskriminantı mənfidir. Bunun da kökü yoxdur. İkisinin deyir həqiqi kökün olmaması. Kvadrat tənliklərdən təsadüfən ikisi seçilir 10 üsulla. Kökü olmayan 3 dəyədir burada. Onda əlverişli hal olacaq 3 dəyədən ikisi. Kombinizon 3'dən 2, bu deyilir kombinizon 3'dən 1. 3 üsullarında bunu seçə bilərik. Onda axtarılan ehtimal 10'da 3. %118 bu. 118 0.3 119 Birincinin diskriminantı 49 42 52. Birincinin diskriminantı mənfidir, kökü yoxdur. İkincinin diskriminantı müsbətdir, kökü var. Üçünün diskriminantı mənfidir, üçüncünün kökü yoxdur. Dördüncünün də diskriminantı mənfidir, kökü yoxdur. Beşincinin də kökü yoxdur. Təsadüfən seçilmiş ikisinin burada. Kvadrat tənliklərdən təsadüfən seçilmiş ikisinin. Həqiqi köklərin olmaması hadisəsinin ehtimalını tap. N bərabərdir. 1, 2, 3, 4, 5 tənlikdir. 5'lərdən ikisini seçərik. 10 üsulla. 4'ünün kökü yoxdur. Onda əlverişli hal 4'dən 2'dir. Bu deyilir 4/3/2. Bu deyilir 6. Onda axtarılan ehtimal 10'da 6. 0.10'da 6. Sonra 120. 17 cihazdan en saydası nasazdır. Təsadüfi seçilmiş iki cihazdan birinin nasaz olması hadisəsinin ehtimalı 34'də 15'dir. 17 detaldır. Eni nasazdırsa 17 çıxma eni sazsa onda. Təsadüfi seçilmiş iki cihazdan deməli n bərabərdir. 17'dən x'i seçilir. 17/16/2. 8'də 7 56 5 yadda 136 mümkün hallardır. Əlverişli nə olacaq burada? İki cihazdan birinin nasaz. Onda biri saz olacaq.
Nasazlar n'dədir. N'dən biri sunlar. Sazlar da 17 minus n'dədir. 17 minus n'dən biri sunlar. Deməli, bu da olacaq n vurulsun 17 minus n. Bunda tələb olunan ehtimal n vur 17 minus n böl 136 olur. Bu da bərabərdir 34'də 15'e. Deməli 34 n vur 17 minus n. 136 vur 15. 2'ye böləndə 17 n 68 vur 15. 17'ye de böləndə 60. N kvadrat çıx 17 n üstə gəl 60 bərabərdir 0. Diskriminant 289 çıx 240 49. N1 bərabərdir 17 çıx 7 böl 2 5. N2 də bərabərdir 12. N'in kiçik qiyməti oldu 5. Cavab 5. Deməli, bu məsələni cədvəl şəklində eləyək. Ədəd şagirdlərin, sinifdəki şagirdlərin sayını 100 götürək ki, rahat başa düşülsün. Sinifdəki şagirdlərin 20% ana dilindən, 30% xarici dilindən uğursuz nəticə göstərib. 100'ün 20%-i 20 eləyir. Ana dilindən uğursuz birinci sətirdə yazdım 20 nəfərdir. Onda ana dilindən uğurlu 80 nəfər olar. Xarici dildən uğursuz 30%'dir. Xarici dildən uğursuz birinci sütunda 30 nəfərdir. Onda xarici dildən uğurlu ikinci sütundadır 70 nəfər olar. Bu ana dilindən uğursuz nəticəsi olan şagirdlərin 70%-i 20'nin 70%-i 14 eləyir. 14 nəfəri xarici dildən uğursuzdur. Onda 20'dən 14 çıxanda 20'dən 14 çıxanda 6 eləyir. 6 nəfər burada uğurlu olur xarici dildə. Sonra 30 nəfər xarici dildən uğursuz idi. Bunun 14 nəfəri xarici dildən uğursuzdur, xarici dildən, ana dilindən də uğursuzdur. Ondan qalan 16 nəfəri ana dildən uğurlu olub. 70 nəfərin də 6 nəfəri xarici dildən uğurlu olubsa, 64 nəfəri uğursuz olub xarici dildən. Bizdən nə soruşur? Bizdə deyir ki, şagirdlər arasında təsadüfən seçilmiş bir nəfərin ana dilindən imtahan nəticəsi uğurlu olduğunu bilərək. Ana dilindən uğurlu 80 nəfərdir. Həmin şagirdin xarici dildən uğursuz nəticəsi olsun. Xarici dildən uğursuz 16 nəfərdir. 16'ını da 8'e bölək 0,5. 121. Sıfır tam 5. Böyle böldüğü elədi. 16'nı 8'e böldü 0,2 edir. Akif'in 12 bədii kitabı, 20 elmi kitabı var. Cəmi deməli 32 də kitabı var. O kitabların 7'si satıb. Bir neçə elmi kitab satıb. 7 kitab satıb, 7 kitabdan x sənəsi elmi olsa, x sənəsi 7 minus x sənəsi bədii olacaq. X sənə tutaq ki, elmi kitab satıb.
Bu kitabın elmi kitab olması hadisəsinin ehtimalı 5'te 3'dür. Deməli 7 kitab satıbsa 32 kitabdan 25 kitabı qalıb. Bu kitabın elmi kitab olması ehtimalı. Elmi kitab x sənə satıbsa, deməli onda 20 minus x sənə elmi kitabı qalınmalı. Elmi kitab olmasının ehtimalı olur 25'te 20 minus x. Bu da bərabərdir 5'te 3. 100 çıxmaq 5x bərabərdir 75. 5x 25, x edir 5. Cavab 5. 123. A çoxluğunun elementlərindən düzəldilmiş rəqəmləri müxtəlif 6 rəqəmli ədədlər arasından təsadüfən seçilmiş birinin tək rəqəmlə başlayan cüt ədəd olması hadisəsinin ehtimalını tapın. Tək rəqəmlər burada neçə dənədir? 1, 3, 5, 3 dənə. Cüt rəqəm neçə dənədir? 2, 4, 6, o da 3 dənə. Deməli, 6 rəqəmli ədəd. Birinci rəqəmi seçə bilərik, tək rəqəmdir. 3 sunla. 6-cı rəqəmi də seçə bilərik 3 sunla. Çünki bu cüt rəqəm də 3 dənədir. Oradan birini 3 sunla seçərik. Bir dənə tək, bir dənə cüt seçdik. Yerdə 4 dənə ədəd qaldı. 2 dənə tək, 2 dənə cüt. 4 ədədimiz qalıb. Deməli, 4 ədədimiz, onda ikinci rəqəmi 4 sunla seçərik. Hansı olsa fərqi yoxdur. Üçüncünü 3 sunla, dördüncünü 2 sunla, beşincini də 1 sunla. Vurma prinsipindən istifadə eləsək, bütün sunların sayı bu olur. Deməli, 12-ni 3'ə vuranda, 36-ni 2'yə vuranda, 72-ni də 3'ə vuranda 216 da üsuldur burada. Elementlərdən müxtəlif 6 rəqəmli ədədlər arasında təsadüfən seçilmiş tək rəqəm var. Bu əlverişli haldır deməli. N-A. Bütün halların sayı 6 faktorialdır. 6 rəqəm ədədlərin sayı bu da eləyir 720. Onda tələb olunan ehtimal 720'də 216'dır. 36'ya böləndə bu 6 eləyir. Bu da 36'ya bölüsü 20. Bir də təzdən 2'yə geçsə 10'da 3. Bunda üst deyəsə düz olmadaq. Olar 123. Cevap 0.3. Dövrə 124. Hər gün musiqi dərnəyində uşaqlar məşğul olur. Həftənin birinci günü dərnəyə gələn uşaqların sayı 30 nəfərdən az olması hadisəsinin ehtimalı 0.84. Gələn uşaqların sayının 20'dən az olması hadisəsinin ehtimalı 0.64 olarsa, dərnəyə gələn uşaqların sayının 20'dən 30'a dək olması hadisəsinin ehtimalını tapın. Bu 20'dən az olan ədədlər 30'dan da azdır. Onda bu hadisənin ehtimalını tapmaq üçün biz, tutaq ki 30'dan 20'dən 30'a qədər olma hadisəsi C-dir. Onda C bərabərdir, PC bərabərdir, PA çıxmaq PB olar. A 30'dan az olma hadisəsinin ehtimalıdır. B də 20'dən az olma hadisəsinin ehtimalıdır. 0.84 çıxmaq 0.64. O da bərabərdir 0.2. Cavab 0.2. 125. Qrupun orta balını tapaq.
Deməli 4 nəfər 60 bal, 8 nəfər 70 bal, 3 nəfər 80 bal, 4 nəfər 90 bal, 6 nəfər 100 bal. Toplayıb böləcəyik 25-ə. Vurub toplayanda bunları elədi 2000. 25'e böləndə elədi 80. Qrupun orta balı 80. 80 baldan az toplayan uşaq neçə nəfərdir? 4 nəfər 60 bal toplayıb, 8 nəfər də 70 bal. 12 nəfər var. Onda tələb olunan ehtimal nədir? 2 nəfər seçilir, 25'dən 2 sunulan, əlverişli halda 12'dən 2'dir. Bu 350'dir. Bu da 66 edir. 3'e böləndə %22. Ehtimal edir 0 tam %22. Nömrə 126. 126'da deməli bütün hallar eləyir 1'dən 6 faktorial. Bu eləyir 720. Əlverişli hallar nümunəyə görə ancaq belə götürübdür. O cüt, sonra tək, cüt, tək, cüt, tək. Amma tək cütü nəzərə almıyor bu. Tək, cüt, tək, cüt, tək, cüt. Cavabda bunu nəzərə almıyor. Onda əgər cütlə başlayanmalıdırsa əgər onda, deməli, orada 3 dənə cüt rəqəm var, 2, 4, 6, 3 dənə tək rəqəm var. Birinci rəqəmi seçə bilərik, yəni 3 dənə təkdir, 1, 3, 5, 3 dənə də cütdür, 2, 4, 6. Ancaq birinci cüt sonra tək olsa, birinci cütü seçərik 3 dənə rəqəmin içində 3 sunulan, ikinci təki də seçərik 3 dənə təkin içində 3 sunulan. Yerdə qaldı 2 dənə tək, 2 dənə cüt. Sonra cütü 2 sunulan seçərik, təki də 2 sunulan. Sonra 1 sunulan, 1 sunulan, bu da eləyəcək 9, 36 üsul. üsul, onda ehtimal da eləyəcək 720'də 36, 36'ya xıçar gedəndə 20'də 1, bu da eləyir %5. Cavab oldu %5. Kitabda belə götürüb cavabı. Amma əslində bu məsələ deyəndə birinci cüt tək götürəndən sonra tək cüt də götürmək olardı. Onda ehtimal %1 olur. Onda elə olanda ehtimal 2 dəfə artır %1 olur. Adətən bunlar belə həll olunur. İndi də nümunə verdiyinə görə %5 üzərində dayanaqda cavab da onu verir. Bir hala baxıb. Yarısına baxıb, yarısına yox. %127'də orta qiyməti soruşur. Səbail finalı üzrə satışdan. 5 aydakı səbail orta aylıq orta satışı nə qədərdir? Topladıq bunların qiyməti. Böldüyü 5 elədi 73.600. Cavab 73.600 oldu. 128'də modanı soruşur. Modada ən çox təkrarlanandır. Binə qədər final üzrə. 52.000'də 2 dəfə təkrarlanır. Qalanlar tək-təkdir. 129. Ayın bərabərdir 2n plus 3 ardıcıllığının ilk 10 həddində
İlk 10 həddini yazaq. Birinci həddi 2 vur 1 üstə gəlir 3, 5. İkinci həddi 2 vur 2 üstə gəlir 3, 7. 2 2 artır da 9, 11, 13, 15, 17, 19, 1, 2, 3, 4, 5, 6, 7, 8, 21, 23. İlk 10 həddini yazırıq. Birincidə nə soruşur? Deyir, seçilən ədədi 5-ə bölünəndir. Təsadüfən birinin seçilməsi hadisəsinin ehtimalı P-dir. 5'e bölünen burada neçə ədəd var? 5'dir. 5'e bölünen 5. 15. 2 də. 10'da 2. 10'da 2 də eləyir neçə? 5'də 1. Cavab A bəndi. İkincisi. Seçilən ədəd sadədir. Sadə ədəd burada hansılardır? 5, 7, 11, 13, 17, 19, 23. 1, 2, 3, 4, 5, 6, 7. 10'da 7. C bəndi. Üçüncüsü. Seçilən ədəd 3'ə bölünəndir. 3'ə bölünən hansıdır? 9, 15, 21. 3'də. Deməli oldu 10'da 3. Y bəndi. Deməli A bəndi, C bəndi, Y bəndi. İşte 130'a. A, B, C rəqəmləri 1, 2, 3, 5, 7 çoxluğundan olub rəqəmləri müxtəlif olan A, B, C, A fərqlidir, B fərqlidir, C ədədi əmələ gətirirlər. Belə ədəd neçədə olacaq? Deməli 5 dənə rəqəmdən 3-ünü seçəcəyik, permutasiya 5-dən 3. 5 vurmaq 4, vurmaq 3. 60 də belə ədəd var. 60 də. Birincidə nə deyir? ABC ədədinin 5'ə bölünən olması hadisəsi. 5'ə bölünən olması üçün axırıncı rəqəm 5 olmalıdır burada. Onda 5 dənə rəqəmdən biri axırıncı rəqəm üçün 5 olacaq. Yerdə qaldı 4 rəqəm. Birinci rəqəmi onda 4 üsulundan seçə bilərik. İkinci rəqəmi 3 üsulundan. Üçüncü rəqəmi də 1 üsulundan. Birinci rəqəmi 4 üsulundan. İkinci rəqəmi 1. Deməli 12 üsulundan seçmək mümkündür. Yəni 12 dənə 5'ə bölünən ədəd var. Onda ehtimalımız olacaq 60'da 12 və yaxud 5'də 1. Deməli burada uyğun gəldi 5'də 1 A bəndi. ABC ədədi 12 üsulla seçərlər. Bu da D bəndi. Keçdik ikinciyə. A, ABC ədədi 3'ə bölünən olması hadisəsidir. 3'ə bölünən. 3'ə bölünməsi üçün rəqəmlərin cəmi 3'ə bölünən olmalıdır. Baxaq görə burada rəqəmlərin cəminə bax. Məsəl üçün 1, 2, 3. Bunlardan düzələnlər. 1, 2, 3. Bu çoxluğun elementləri 3'ə bölünən olacaq. Madəyə məsələn A1 çoxluğu. Sonra A2 çoxluğu. 1, 2, 3'ü götürdük. Sonra 1, 2, 3, 1, 2, 5 vecə gəlmir. 1, 2, 7 də vecə gəlmir. Onda 1, 2 ilə qurtardıq. 1, 3'ə baxaq. 1, 3, 5 vecə gəlir.
Toplayanda 9 eləyir də bu. 1, 3, 5. 1, 3, 7 necə? 1, 3, yox. 1, 3 ilə də qurtardıq. 1, 5, 7 bezə gəlmir. 1 ilə qurtardıq. İndi keçək 2 ilə başlayanlara. Üzü sağa gedirik. 2, 3, 5 yox. 2, 3, 7 hə. 2, 3, 7 ilə düzəlsə ədədlər olacaq. Sonra A4 çoxluğu. 2, 3, 5 olmadı. 2, 3, 7 oldu. 2, 3, 7. Sonra 2, 5, 7 bezə gəlmir rəqəmləri toplayanda. 3, 5, 7 bezə gəlir. 3, 5, 7-dən düzələnlərdir. 3-ə bölünəcək. Və salam qutardı. 4 dənə çoxluğu var. Hərəsində 3 element var. 3 elementi olan çoxluqdan düzələn bütün mümkün rəqəmlərin müxtəlif 3 rəqəmli ədədlər 3 faktorial sayda olur. 4 dənə çoxluğunu bu da 4-ə vuracaq. 24 dənə belə ədəd var. B bəndi düz gəldi. Ehtimal da olacaq 60'da 24. On 2'ye ixtisar gecə 5'də 2. C bəndi. Keçdi 3-cüyə. A, ABC-dən 6'ya bölünən olması hadisəsidir. 6'ya bölünmə qaydası 2'yə və 3'ə bölünməlidir. Məsəl üçün A1 6'ya bölünməsi 2'yə və 3'ə bölünməlidir. 2'yə bölünməsi üçün axırıncı cüt olmalıdır. Onda axırıncı rəqəm ancaq 2 olmalıdır. Axırıncı rəqəmi bir sonuna seçəcəyik. Axırıncı rəqəm 2 olacaq. Birinci rəqəm neçə olar? 1, 3 olsa 1, 3, 2 bezə gələr. Onda belə yazaq da. Birinci rəqəm, deməli bu çoxluqdan düzəldə bilərik də. Axırıncı rəqəm 2 olacaq. 2-ni saxlayaq. 2-ni saxlayaq axırıncı rəqəm üçün. Burada 1, 3, 5, 7. Buna deyək, məsələn, 5 çoxluq. 4 dənə rəqəm var burada. Bunlardan düzələn elə 2 rəqəmli ədəd düzəldək ki, rəqəmlərin cəmini toplayanda 2-ni də nəzərə alsan, 6, 3'ə bölünsün yəni. Deməli, 1, 3 belə bir çoxluq götürsük. 1, 3. 4 eləyir də bu. 4, orada da 2 var. 2'ni gələcək üstünə düzələcək. 1, 3 rəqəmlərindən 2 ədəd düzəlmək olar da 13. Axırda 2 yazacaq, bir də 31. Axırda 2 yazacaq. Bunlar 6'ya bölünəcək. 1, 5, 2 bezə gəlmir. 1, 7, 2 bezə gəlir. Yox, 1, 7, 2 də bezə gəlmir. 1, 3, 5'i top. 1, 3, axırıncı rəqəm 2. O bezə gəldi, yazıq. 1, 5, 2. Toplayanda o 1, 5, 2, 8 eləyir. Bezə gəlmədi. 1, 7, 2 o da bezə gəlmir. 1-dən qutardıq. 3, 5, 2 bezə gəlmir. 3, 7, 2 bezə gəlir. 3, 7 ilə başlayanlar. 3, 7 ilə başlayan ədədlər də 372, 732. Bunlar da 6'ya bölünür. Üstünə də qutarıq. 5, 7, 2 bezə gəlmədi. 4 də budur. 4 də belə ədəd var. 4 də 6'ya bölünən ədəd 4 dədir. Onda ehtimal neçə eləyəcək bunun? 60'da 4. Bu deyəcək 15'də 1. Y bəndi. Cavab 130. 1'ə AD, 2'ə BC, 3'ə də Y.
Keçdi 131'i. Deməli, qutuda M ağ kürəciyi, N qara kürəciyi var. Deməli, cəmi M plus N-dən kürəciyi var. M ağdır, N qaradır. Özləri ikisi də 3-dən böyük bərabərdir. Birinci hadisə. A təsadüfən çıxarılan 3 kürəcikdən birinin ağ, ikisinin qara olması hadisəsidir. Deməli, onda P bərabərdir. Bütün halların sayı N plus N elementdən 3'ün çıxardarıq kombinizon N plus N-dən 3 üsulundan. Biri ağdır. Ağı çıxardarıq M kürəciyin içindən M-dən 1 üsulundan. Bir ağ, ikisi qara. 2 qaranı N qaranın içindən kombinizon N-dən 2 üsulundan çıxardarıq. Vurma prinsipinə görə birinin ağ, ikisinin qara olması hadisəsi kombinizon M-dən 1, bir kombinizon N-dən 2'dir. Kombinizon 1'in 3. Bu oldu B bəndi. İkinci. A təsadüfən çıxarılan 5 kürəciyindən olur kombinizon M plus N-dən 5. Üsullu bütün halların sayıdır. 3'ü ağ. 3 ağı M ağ kürəciklərin sayıdır. M-dən, kombinizon M-dən 3 üsulundan çıxardarıq. 3'ü ağ. 2 qara da N-dən qaranın içindən kombinizon N-dən 2 üsulundan. Vurma prinsipinə görə onda əlverişli halların sayı kombinizon M-dən 3, vur kombinizon N-dən 2'dir. M-dən 3, N-dən 2. D bəndi. Üçüncü. A təsadüfən çıxarılan 4 kürəciyidir. Kombinizon M plus N-dən 4. Üçünün ağ, kombinizon M-dən 3 üsulundan ağ kürəciklər. Vurma prinsipinə görə birinin qara. Qara olması da N-dən 1 üsulundan. N-dən 1, M-dən 1, N-dən 3. M-dən 3, N-dən 1. Bu da A bəndidir. 131. B, D, A. 132. Rövşən Vakifin də aralarında olduğu 7 nəfərdən təsadüfən seçilən 4 nəfəri P bərabərdir. Kombinizon 7'dən 4 üsulundan seçilə bilir. Bütün mümkün hallar. Seçilən 4 nəfərin arasında Rövşənin Vakifin olması hadisəsini tap. Rövşən ilə Akif oradadırsa, 2 nəfəri çıxaq onda, 7'dən 2 nəfər çıxaq, 5 nəfər qalır. 5 nəfərdən biz 2 nəfəri seçməliyik. 5'dən 2. Bərabərdir. 5'dən 2 eləyir 5 vur 4, 1 vur 2. 7'dən 4, 7'dən 3'ə bərabərdir. O da eləyir 7 vur 6 vur 5, 1 vur 2 vur 3. Yuxarıda oldu 10, aşağıda oldu 35. Bu da 5'e gedir, kalır 7'də 2. Cədvəldə rəqs dərnəyində məşğul olan şagirdlərin müxtəlif yaş qrupları üzrə sayı verilib. Bütün şagirdlər arasında təsadüfən seçilmiş bir şagirdin 9-10 yaş qrupuna aid olan oğlan və ya 13-14 yaş qrupuna aid olan qız olması hadisəsinin ehtimalını tapın. Cədvəldəki ədədləri toplayanda 30 şagird eləyir. 30 şagird. Bir nəfər seçilir, o 30 üsulundan seçilir. 9-10 yaş qrupuna aid olan oğlan 4 nəfərdir. 13-14 yaş qrupuna aid olan qız 2 nəfərdir.
Deməli, ehtimal eləyir 30-dan 6, 5-də 1 və yaxud 0.2. Cavab 0.2. Növbə 134. Şagirdlərin sayını toplasıq 40 eləyir. Deyir, ya olmalıdır bir şagird seçilir. 9-10 yaş qrupuna aid qız. 7 nəfərdir qız. Ya da 13-14 yaş qrupuna aid oğlan. Oğlan da 9 nəfərdir. Deməli, 40-da 16, 8-ə ixtisar eləsək 5-də 2, bu deyir 0.4. Deməli, 135. Şagirdlərin sayını toplayaq. Birinci qrupda bir dənə oğlan, 7 dənə qız. İkinci qrupda 3 də oğlan, 3 dənə qız. Üçüncü qrupda 6 da oğlan, bir dənə qız. Toplayanda 21 nəfər eləyir. Deyir, bütün iştirakçılara bir-birinin ardınca verilən 3 sualdan birincisinə 3-cü komandadan olan oğlan. 3-cü komandadan oğlan 21-də 6 ehtimalı vurmaq. İkincisinə birinci komandadan olan qız. Birinci komandadan olan qız 21-də 7. Üçüncüsünə ikinci komandadan qız 21-də 3. Bərabərdir. Burada vurma prinsipinə ona görə istifadə edilir ki, bir hadisənin 3'ü də olsun. 3 hadisənin 3'ü də baş verməlidirsə, o da vurma olur. Deməli, 21-də 6 ixtisara gedir, eləyir. 3-ə ixtisar gedir, 7-də 2. 7-də 3, 21, bununla gedir ixtisar. Vurmaq 21-də 1. Bu da eləyir 147-də 2. Torbada ümumi sayı 25 olan eyni ölçülü qırmızı, sarı və yaşıl kürələr var. Kürələrin sayı diaqramda faizlə göstərilir. Torbadan təsadüfən çıxarılan 3 kürədən ikisinin qırmızı, birinin isə yaşıl olması hadisəsinin ehtimalı tapılır. 25'in 20 faizi. Beş tane kırmızı deməli. 25'in 40 faizi. 10 tane sarı. 25'in 40 faizi. 10 tane de yaşıl. Deyir, kürələrin sayı tapdıq. Torbadan təsadüfən çıxarılan 3 kürə. ...25 kürənin içindən 3'ün kamizon 25'e 3 üstündən çıxara bilər. İkisinin qırmızı, birinin yaşıl olması. 2 qırmızı, 5 qırmızının içindən kombinezon 5'dən 2 üstündən çıxar. Bir yaşıl olması, birinin yaşıl. Yaşıldakı 10 nədir? 10'dan 1 üstündən çıxar. Və vurma prinsipinə istifadə edilir. 5'ten 2 10'dur, 10'dan 1 10'dur. 25'ten 3, 25 vur 24 vur 23, böl 1 vur 2 vur 3. 24'den gitti, bu 4 oldu. Yukarıda kaldı 10 vur 10. Aşağıda 25 vur 4 vur 23. 25 vur 4 10 vur 10 gitti. Kaldı 23'te 1. Kürələrin sayını tapaq. 30 kürədir cəmi.
20% kırmızıdır. 30'u 20'ye vurup 100'e bölünür. 6 da oldu kırmızı küre. Sarı 30%. 30'un 30%. 9 küre sarı. Yaşıl 50%. Kalan yarısı da 15 deməli yaşıl oldu deməli 50%. 30'un 50%. Bu elə də 15. Bu da yaşıl. İhtimalını tapaq indi. 30 kürenin içinden 4 küre çıkarılır. 4 kürenin ikisi sarı. Sarı kürəni çıxardırıq 9 sarı kürenin içindən 9'dan 2 sonra vurmaq. Biri kırmızı. Kırmızı küreler 6 kırmızının içinden 6'dan 1 sonra. Birini ise yaşıl. Yaşıl da 15 yaşılın içinden 15'ten 1 sonra. Vurma prinsipinden istifadə elədik. Bir ehtimal tərəfindən. 9'dan 2 olur. 9 vur 8 böl 2. 36. 6'dan 1 6'dır. 15'ten 1 15'dir. 30'dan 4. 30 vur 29 vur 28 vur 27. Məxrəcə də 4 də vuruq. 1, 2, 3, 4. Bərabərdir. Bu 30'dan 15 getdi. 2. 2, 3, 6, 24 bu 24'den getdi. Burada 2 qalımda. 2 bu 36 ilə getdi. Bu oldu 18. Hələlik yazımı qalanları qarışmasın. 18 vur 6. 28 vur 27. 9'a getdi 2. 9'a getdi 3. 3'dən 6 3'e getdi 2. 2'də 2 4. 28'e getdi 7. Qaldı 7'də 1. 137. Başka cevaptı burada. Burada 30 vur 29 diye bu 24 yazmışım. Bu 29. 30'dan sonra 29 gelir. Bir de silim tezden yazdım ki. Dokuzdan 2, 9 vur 8 bölü 2 edir 36'yı. 6'dan 1 6'dır, 15'ten 1 15'dir. Burada edir 30 vur 29 vur 28 vur 27. Bölünsün 1 vur 2 vur 3 vur 4 4. Vesselam. Bir de tezde yazalım bunu böyle. 36 vur 6 vur 15. 1 vur 2 vur 3 vur 4. Keçin yukarı. 30, 29, 28, 27. Otuzdan bu 15 gitti. 2 defa kaldı burada. 2'den 2 gitti. 27 ile 36 9'a gitti. 4 defa 9'a gitti 3 defa. 3'den 3 gitti. 28'den bu 4 gitti. Burada 7 kaldı. Kalanlar da getmir.
29'u 7'ye vuranda 63 6'ya hatta 7 6 7 14 o da 6 203. Yukarıda da kaldı 6 vur 4 o da 24 edir. 203'te 24. Nömrə 138. Əvvəlcə sistemi həll edək. 3x oğlan, y-dənə qız riyaziyyatdan cəmi 10'dur. X dənə qız, 2y dənə oğlan, cəmi 10'dur. Birinci tənliyi vuraq 2'yə, ikincini çıxaq alt-alta. 2'də 3x 6x, 6x'e 2 çıxanda 5x. 2'ni y vuranda 2y, 2y'lər getdi çıxanda 2'də 10, 20, 20'də 10 çıxanda 10. X oldu 5. Birinci tənlikdə x'in yerinə 5 qoysuq. 3 vur 5, 15. Üstə gəl y. Onu 5'e böləndə 5 eləməz, 2 eləyər. 2. 3'ü 2'ye vuranda 6, üstə gəl y bərabərdir 10. Y oldu 4. Y oldu 4. Bunda cədvəlimiz belə oldu da. Y 4, 3'də 2 6. 2 dənə 4 8. Bu da oldu 2. Oğlan, qız. Riyaziyyat, fizika. İndi baxaq şərtə. Təsadüfən seçilmiş 2 şagirddən. Cəmi 20 şagirddir də 10 plus 10 20. PA bərabərdir. 20 nəfərin içindən 2 nəfəri 20'dən 2 üstündən seçə bilərik. 2 şagirddən. Birinin riyaziyyat üzrə olimpiyadada iştirak edən oğlan. Riyaziyyat üzrə iştirak edən oğlan 4 dənədir. 4. Digəri fizika üzrə olimpiyadada iştirak edən qız olması hadisəsinin ehtimalını tapın. Fizikadan qızda 8 nəfərdir. 4 şagirdin içindən 4 də oğlandır. Deməli, 2 şagirddən biri riyaziyyat üzrə olimpiyadada iştirak edən oğlan. Riyaziyyat üzrə olimpiyadada neçə oğlan iştirak edir? 4-də. 4 dənədən biri 4 üsulundan seçə bilərik. Digəri fizika olimpiyadada iştirak edən qız. Qız neçədədir fizika olimpiyadasında? X 2 dənə. O da 2 üsulundan seçə bilərik. 8 eləyir vurma prinsipinə görə. Bu da 20 19 bölü 2. 190. 2'ye ixtisar gedir 4. Bu da 95. 95'te 4. Gəl də idmançıların sayını tapaq. 2x üstə gəl 3y verib 20. X plus 4y verib 15.
İkinci tənliyi 2-yə vuraq, birincidən ikincini çıxaq. Ya ikincidən birincini çıxaq. 2'ye vuranda 2x, 2x getdi. İkinci tənliyi 2'ye vuranda 2'də 4, 8 y-dən 3 y çıxanda 5 y. 2'nin 15'e vuranda 30, 30'dan 20 çıxanda 10. Buradan y elədi 2. İkinci tənliyində y-in yerine 2 qoyanda x taparıq. 4'də 2, 8, 15'dən 8 çıxanda bu da elədi 7. Bunda bir də kiçik cədvəl özümüz üçün yaddaşsın düzəldək. Üçdə 2, 6. 4'də 2, 8. 2'də 7, 14. Bu da 2, 7. Burada cəmi 20, bu da 15. Görək nə soruşur. İdman yarışlarında iştirak etmək üçün təsadüfən ardıcıl seçilmiş iki idmançıdan birincisinin boyu 170'den böyük oğlan. 2 nəfəri seçə bilərik. Deməli 35 idmançıdan ikisinin 35'ten ikisindən kombinezon. Birincisinin boyu 170'den böyük oğlan. 170'den böyük olan oğlan 8 dənədir. 8 dənədir. 8'den 1'in 8'den birisindən seçərik. İkincisinin ise boyu 170 santimetreden kiçik kız. 170'den kiçik kızla 14'dədir. Bunu da 14'ten birisindən seçərik. Bərabərdir. 8 vur 14. 35 vur 34 bölü 2. 34'den 10 çıxsa gelir. 35 vur 17. 7'ye ixtisar gedir 2 dəfə. 5 dəfə. 85'də 16. Burada deyir ki, idman yarışında iştirak etmək üçün təsadüfən ardıcıl seçilmiş. Ardıcıl seçilmiş nə məna verir burada? 35 nəfərdən əvvəldən birincisini seçirik. – 35 nəfərdən içərisindən birincisini seçə bilərik 35 üsundan, ikincisində 34 üsundan. Yani bu permütasiya 35'ten 2 olur da. Bunda bu 34 olur. 34 ile 2 ile gelir 17 kalır. Bu da 8 olur. 85'te 8. 140. Alman dilini bilenler 13, 7. Fransız dilini bilenler 4, 16. İngiliz dilini bilenler 12, 13. 20, 40, 65 nəfərdirlər. İhtimal. Beynəlxalq tədbirdə iştirak etmək üçün təsadüfən seçilən 2 nəfər. 65'ten 2 nəfəri kombinezon 65'te 2 üsuldan seçə bilərik. 2 nəfərdən birinin Alman dili bilən oğlan. Alman dilini bilən oğlan. Alman dilini bilən oğlan 13 nəfərdir. 13 nəfərdən bir dənə oğlanı 13 üsuldan seçə bilərik. Diğer o Fransız dili bilen kız. Fransız dili bilen kız 16 nəfərdir. O da 16 üsuldan seçilir. Hurmat prinsipine göre 13 ve 16 olur.
65 vur 64 böl 2. 2 keçir də yuxarı. 32 ilə bu getdi 2. Bu getdi 5. Qaldı onda 1.